Əgər din olmasa dünyanı atmaq, şərəfli və izzətli bir dünya yaratmaq. Səadətdir, sən qurbanları tək, şəhadətlə liqaullahə çatmaq. Salavat hədiyyə edin. Allahümmə salli ala Muhammed və ali Muhammed və əcil fərəc. Artıq 3-cü əza gecəsidir. 3-cü gecədir ki, ardıcıl olaraq Hüseyniyyədə, Əhl-i-Beyt adına olan Hüseyniyyədə əza məclisləri keçir. Baxmayaraq ki, mübarək Ramazan ayıdır, iftar süfrəsindən sonradır. Siz əzizlər ardıcıl olaraq gəlirsiniz, iştirak edirsiniz, əzadarlıq edirsiniz. Bir-birimizin qəminə, kədərinə şərik oluruq. Bunun özü çox gözəl bir haldır. Mən bu neçə gündə ərz eləmişəm bunu. Bu göstəricilərdir. Baş verən hadisələr qarşısında mövqeylər insanın doğru və ya doğru olmayan yolda olmasının göstəriciləridir. Necə? Məsələn, bu əzəmətli şəhid rəhbərimizin məzlumanə şəhadəti bir çoxlarımızın qəlbin kədərləndirdi, hüzünləndirdi. O insanlar ki, məxsusən birinci gecə möminlər, bizlər tamamilə başqa bir qəmdə qərq olmuşduq. İnsanların, möminlərin, qardaşların halı, əhvalı çox pis idi. Mən müşahidə edirdim, görürdüm. Başqa şəhərlərdən yazırdılar, burada olan möminlər, ağlayanlar və s. Bunun özü göstəricidir ki, möminlər haqqı və haqqın yolunu itirməyiblər. Bu məsələnin özü böyük bir neymətdir. Böyük bir neymətdir. İki gecədir artıq xütbələr olur. Söhbətimiz davam edir bu mövzuda ki, o məşhur şüar söz ki var, kullu yevmin aşura və kullu ərdin Kərbəla. Şiə üçün, Əhl-i-Beyt məktəbində olanlar üçün, azadə insanlar üçün, hürriyyətə sahib olan insanlar üçün, Əhl-i-Beyt aşiqləri üçün, azad insanlar üçün hər gün aşuradır və hər yer Kərbəladır. Yenə də ərz edirəm, gecə də ərz elədim, bu barədə dəfələrlə xütbələrimiz olub, məxsusən sonuncu aşura günündə o zalda bu barədə danışmışıq. O sözlər ki, o xütbələrdə deyilməyib, mən o sözləri deyəcəm. O sözlər ki, mən onları deməmişəm, onları işarə edəcəm. Nə üçün bunu ərz edirəm? Çünki dinləyici qulaq asır, mövzuya deyir, niyə bu bəzi məsələlərə işarə etmir? Orada olan sözlər var, gərək deyilsin, niyə deyilmir? Çünki biz o sözləri Aşura günündə demişik. Hər gün Aşura o deməkdir ki, hər gün ağlayasan, matəm saxlayasan. Və hər yer Kərbəla o deməkdir ki, hər yer İraqın Kərbəla şəhəridir. Yox. Bu barədə biz nə etmişik? İzahat vermişik. Keçən gecə
bu şuardan rəhbərlik haqqında bir mövzu başlamışıq. Ərz olundu məhzərimizə ki, hər dövrün İmam Hüseyni var, hər dövrün Yəzidləri var. Çün axı bu xətt davam edir. Bu mübarizə davam edir. Əziz rəhbərimizin sonuncu çıxışlarından birində biz Həzrət İmam Hüseyin Aleyhisselamın o məşhur sözün, ağanın o gözəl ağzından, gözəl səsi ilə eşitdik. Hansı sözü idi? Ki İmam Hüseyin Aleyhisselam buyurub ki, mənim kimisi Yəzid kimisinə beyət etməz. Takbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! İmam Hüseyin Aleyhisselam 1400 il bundan qabaq bir qanun qoydu, bir xət qoydu. Bu qanun, bu xət mübarizə yolu qiyamətə qədər davam edəcək. Həzrət buyurmadı ki, mən Hüseyin ibn Əli, Yəzid ibn Muaviyyət ibn Əbi Süfyana beyət etmirəm. Şəxsi məsələdir? Yox. Bir xət qoydu. Və bu sözlə çatdırdı ki, qiyamətə qədər mənim yolum davam eləyəcək, mənim missiyamı yerinə yetirənlər olacaq, İmam Hüseynlər olacaq və qiyamətə qədər də Yəzid kimilər olacaq və mübarizə davam eləyəcək. Və buyurdu ki, hər kəs mənim kimi olsa, mənim xəttimdə olsa, mənim məktəbimdə olsa, Yəzid kimisi ilə beyət edə bilməz. Mümkündür bir adam Hüseynçi ola, tağuta təslim ola. Mümkündür bir adam Hüseynçi ola, zalimə zəlil ola. O Hüseynçidir, özün daldadır, cəmaatı daldadır. Bir salavat mərhəmət elə. Allahümme salli ala Yəni həmişə haqqla batil, nurla zülmət, ədalətlə zülüm üz-üzə dayanıb mübarizə gedir. Savaş, müharibə gedir. Bir gün belə olsun bu dayanmır. Buna görə deyir, hər gün aşuradır. Yəni hər gün haqqla batil, haqq-batil cəbhəsi üz-üzə dayanıb mübarizə aparır. Keçən gecə mövzuya giriş verdik, rəhbərlik haqqında danışdıq. Təbii ki, haqq cəbhəsinin rəhbərləri var və batil cəbhəsinin də dırnaqarası rəhbərləri var. Ümumiyyətlə, Quran məntiqində bizim rəhbərimiz kimdir? Bizim rəhbərimiz kimdir? Bizim rəhbərimiz kimdir? Quran buyurur ki, İnnəmā vəliyyukumullah və rasuluh. İnnəmā vəliyyukumullah və rasuluh. Sizin innəmā ədatı həsirdir. Yəni fəqət, ancaq, fəqət sizin rəhbəriniz Allah və onun rəsuludur. Vəllezîne âmenû, o kəslərdilər ki, iman gətiriblər. Ellezîne yuqîmûnes-salâh, namaz qılırlar və yutûnez-zekâh, zəkat verirlər və hum râkiûn, ruku halında zəkat verirlər. Bu kimdir? Ali ibn Əbi Talib və Əhl-i-Beyt imamları. Demək bizim rəhbərlərimiz Allahdır bizim rəhbərimiz. Və Allahın Rəsulü Peyğəmbərdir. Və Əhl-i-Beyt imamları. Rəhbərlərimiz fəqət bunlardır. İkinci sual. Biz kimə təslim olmalıyıq?
Kimdən itaət etməliyik? Kimə qulaq asmalıyıq? Kimə tabi olmalıyıq? Quran buyurur: Ya eyyuhellezine amenu. Ey iman gətirənlər. Ey möminlər. Yəni xitab möminlər kimin mömin deyilsə, imanı yoxdursa, ona aid deyil bu. İmansızlar. İmansızların rəhbəri deyəcəm kimdir? Quran buyurur: Ya eyyuhellezine amenu. Ey iman gətirənlər, iman sahibləri. Ati'ullah, Allaha itaat ediyoruz. Ve ati'ur Resul, Peyğəmbərə itaat ediyoruz. Ve ulul emri minkum. Ulul emri minkumdan da məqsəd Əhl-i Beyt imamları. Açıq aşkar Quran buyurur. Amma iman əhlinə müraciət edir. Ha? Yəni iman əhlinin rəhbəri Allahdır. Peyğəmbərdir. Əhl-i Beyt imamlarıdır. O ki görürsən sosial şəbəkədə, qohum əqrəbada sevinirlər, başqa reaksiyalar verirlər, siz möminləri narahat eləyir, qəlbinizi yandırır, narahat olmuyorsunuz. Tarix boyu belələri olubdur. Həzrəti Əlini Küfə məscidinin mihrabında zərbətləyəndə küfr əhli, münafiqlər, imansızlar sevinirdi. Aşura günündə Kərbəla-i Müəllada İmam Hüseyn əleyhissalamı şəhid eləyəndə düşmən əl çalıb sevinirdilər. Yəni təzə bir şey deyil ki bu. Diqqət eləyin, özümüzü yaxşı tanıyaq, kökümüzü tanıyaq. Biz şiəyik. Biz Peyğəmbər Həzrəti Zəhra 11 imam şəhid vermişik. Elə bu məsumları deyirəm amma. Qeyri-məsumlar Həmzə-i Seyyid-i Şühədadan tutmuş, Cəfər Təyyardan tutmuş kimlər bu din uğrunda qanlarından keçməyiblər, canlarından keçməyiblər. Ona görə narahat olma. Keçən gecə dərs elədim. Bu yaxşı sözdür. Deyir, çaqqallar gördü, sevinir. Bilin ki, ölən şirdir. Bəli. Biz hər kəsin rəhbərliyini qəbul etmirik. Biz hər kəsdən itaət eləmirik ki. Bizim iftixarımız bundadır. Şiənin şərəfi, iftixarı buradadır ki, hər adamı qəbul eləmir ki. Hər adamı özünə rəhbər seçmir ki. Bu çox mühüm məsələdir. Diqqət edin. Əhəmiyyəti bundadır ki, Allah adama bir ömür verir bu dünyada. Yaşayır da insanlar. Kimi özünə rəhbər seçirsən, kim sənin üçün idealdır, kimə təslim olursan, sənin rəhbərin kimdir? Və yaxud kimlərdir? Bu o qədər mühüm məsələdir ki, insanın həm axirət və həm dünya xoşbəxtçiliyində və bədbəxtçiliyində çox mühüm rol oynayır. Rəhbərin kimdir? Nə üçün? Quran buyurur ki, يَوْمَ نَدْعُوا كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ. Qiyamət günündə hər dəstəni öz imamı ilə, rəhbəri ilə çağıracaq. O qədər mühüm məsələdir ya. Elə bilmələ dünyada insan sosial şəbəkədə ona layiq verdin, bunu tərif elədin, bu cür elədin, getdin. Yox. Dünyada harda qərar tapırsan? Kimi öz və rəhbər seçmişdin bu dünyada? Xoş sizin aluza. Ki, əziz rəhbəriniz var. Qiyamət günündədir, buyurur Quran, يَوْمَ نَدْعُوا كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ. O vəhşətli gündə. Hər dəstəni dünyada öz imamları ilə, yəni dünyadakı imamları ilə dəvət eləyəcək, çağıracaq onları. Yəni bu cür məhşərə gələcəklər qiyamət günü. Qiyamət günündə insanlar hər dəstə, hər partiya, hər belə deyək, qrup öz imamı ilə, lideri ilə gələcək məhşərə. Bir çoxları namaz qılırlar, oruç tuturlar, Kərbəlayıdırlar, hacıdırlar.
Amma qiyamətin günündə Əli ibn Əbi Talibin arxasında dayana bilməyəcəklər. Bunda şübhə yoxdur. Çünki həyat tərzi, həqiqi mənada sən özünə rəhbər kimi seçmirsən. Bir çoxları qəbirdə mələklər, nəkir, münkər gələndə deyə bilməyəcəklər ki, mənim imamım Əli ibn Əbi Talibdir. Mələklər soruşacaq ki, imamın kimi idi? Bu deyəcək ki, məsələn, Trump. Bu deyəcək, məsələn, X. Filan kəs, müşrikləri sayacaq. Düzdür, bunu üzü qibləyə dəfn eləyə bilər. Düzdür, buna kəfən büküblər, hənut vurublar. Yuxarıda Mübarək Yasin surəsi oxunur bunun üçün. Yazıq ruhani molla təlqin deyir, amma bunun halına heç xeyir olmayacaq. Niyə? Çünki həyat tərzin hansı hizb əsasında, hansı ideologiya əsasında, hansı xəttə, kimin rəhbərliyi əsasında yaşayıbsa, o cür olacaq. Belə deyir ki, bir ömür sən başqası ilə yaşasan, öləndə gəlib deyəsən ki, mənim rəhbərim Əli ibn Əbi Talib. Deyəcək, qiblün haradır? Deyə bilməyəcəksən, Kəbə. Çünki sənin qiblün Kəbə olmayıbdır. Bəli. Çox mühüm məsələdir. Yevmə nəd'u kullə unasin bi imamihim. Qiyamət günündə hər dəstəni öz imamından məqsəd, yəni rəhbər, öz rəhbərləri ilə çağırarlar. Quran buyurur. Çağırarlar düzgün mənadır. Yevmə nəd'u, yəni o gündə, qiyamət günündə. Nəd'u, yəni çağıracaq. Qiyamət günündə hər dəstəni öz imamı ilə məhşərə çağıracaq. Yəni məhşur olacaqlar. İndi sual. Yenə də qayıdıram həmin məsələyə. Bizim qeybət dövründə indi sual verirdi insandır da, xutbiyə qulaq asır, gəlib yetişir bu məqama. Axı sən dedin ki, bizim rəhbərimiz Allahdır. Təbii ki, Allah yer üzərində gəlib cismani şəkildə rəhbərlik etmir ki. Qanun göndərir və qanunu Peyğəmbər vasitəsilə göndərir ki, Peyğəmbər bizə rəhbərdir. Və Peyğəmbərdən sonra Əhl-i-Beyt imamları qanunları icra edirlər. Elədir. İndi mən mömin, Peyğəmbər görmürəm, imamı görə bilmirəm, mən nə edim? İndiki dövrdə. Qeybət dövründə bizim rəhbərlərimiz, diqqət elə, imamların bizə tapşırdıqları ədalətli, cami-ü şərait müctehidlərdilər, fəqihlərdilər. Bunu özündən deyirsən, yox. Həmin o imam ki, Allah onun itaətini sənə vacib eləyibdir. O deyir ki, qeybət dövründə bizə əl üst çatmayan vaxtında siz fəqihlərə müraciət edin. Hər fəqihə, hər alimə deyir, yox. Həzrət bəyan eləyibdir. Nəfsani istəkləri ilə mübarizə aparan və s. Dünyaya zəlil olmayan və s. Ədalətdir. Bu əziz rəhbərimiz bizim üçün böyük iftixardır. Dünyada nəinki şiələr, nəinki müsəlmanlar. Hazırda baxız, milyonlar hazırda bax bu günlərdə, milyonlar dünyanın müxtəlif ölkələrində, müxtəlif şəhərlərində bu kişinin şəkillərini qaldırıb ona rəhmət oxuyurlar, əzadarlıq edirlər. Siz görürsünüz ki, sayımız da məhduddur. Minlərlə, milyonlarla insanlar, onların içində şiə olmayanlar, hətta müsəlman olmayanlar var. Düşmən həmişəki kimi səhv elədi. İnşallah bu barədə cümədə danışacağam. O elə bilirdi ki, İslam inqilabı, İslam Cumhuriyyəti, bu vəli fəqih hakimiyyəti bir nəfərə bağlıdır. Onu şəhid eləsəm, onu aradan götürsəm, dağılacaq bunlar. Day bilmir ki, Əhl-i-Beyt məktəbində şəhidlər ki, gedirlər, öz missiyaların yerini yetirib gedirlər, şəhidlərin yerə tökülən qanları daha da cuşa gəlir.
Trump elə bilirdi ki, Sərdar Süleymanını öldürsəm, bu müqavimət məhv olacaq. Nə oldu? Ondan sonra nə qədər şəhid vermişik biz bu yolda? İnşallah gələn xütbələrdə bu barədə danışacağam. Salavat mərhəmət edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Nə gözəl rəhbərdir. Bizə iftixardır, belə rəhbərimiz var. Nə gözəl rəhbər. Baxın, müctəhid, fəqih, adil, ədalətli, şücaətli, zahid, tərk-i dünya, mücahid, cihad eləyən. Tək bu həzrət yox ha. Bundan sonra gələn də bu cür olacaq, bundan qabaqçı da bu cür idi. Diqqət edirsiniz? Bundan qabaq kim idi? Xümeyni Kəbir. Xümeyni sözü dünyanın müstəkbirlərin adı yoxdur Xümeyni. Bu adı yoxdur Xameneyi. Bu Xameneyi, Xümeyni adları bu zalimi vəhşətə gətirir. Tekbir. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. La ilahe illallah. Yəni qabaqçı da bu cür idi. Sonrakı da təzə də inşallah seçiləcək. O da o cür olacaq. Nə üçün? Çünki bu vilayət-i fəqih məsələsi, vəli-i fəqih məsələsi bu cürdür. Biz vəli-i fəqihə tabiyik. Vilayət-i fəqih sistemdir bir, qurulubdur İmam-ı Zaman inayəti ilə. Düşmən çox istəyir bu vilayət-i fəqih sistemi məhv eləsin. Eləyə bilməyib və eləyə bilməyəcək. Tekbir. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. La ilahe illallah. Həqiqətən nə gözəl rəhbər. Mən etiraf edirəm. Bunu etiraf edirəm ki, biz rəhbəri çox istəyirdik. Və bilirdik rəhbərimizi çox istəyirik. Bunu etiraf edirəm ki, əziz rəhbərimizin məzlumanə şəhadətindən sonra mən yəqinə çatdım ki, nəinki mən özüm, bütün möminlər barəsində, əksər möminlər barəsində bu məsələni başa düşdüm ki, biz rəhbəri bildiyimizdən də çox istəyirmişik. Həqiqətən. Seyyid Həsən Nəsrullahın şəhadətində çox üzüldük, başqa şəhidlərin şəhadətində çox üzüldük, amma heç belə olmamışdı. İndi qarşı tərəf batil cəbhənin rəhbərləri. Kimlərdirlər bunlar? Şeytan partiyası, şeytani insanlar. Bir var Allah cəbhəsi, Hizbullah. Bir var Hizb-ı Şeytan, Quran məntiqində. Hizbullah var, Hizb yəni partiya, dəstə, qrup. Bir var Hizb-ı Şeytan, şeytan dəstəsi. Bu iki dəstə Hizbullahla Hizb-ı Şeytan üz-üzədə mübarizədədir. Bu batil cəbhənin rəhbərləri Hizb-ı Şeytandan seçilirlər. Kimlərdirlər bunlar? Bütün mənəvi dəyərlərini itirmişlər. Və onlarda sən mənəvi bir müsbət bir şey axtarmayasan gerək. Fasik, facir, yalancı, zinakar, şərabxar və qatil. İndi mən burada gör nə deyirəm sizə. Bədbəxtdir, zəlildir o insanlar ki, bunları özlərinə rəhbər seçirlər. Hətta o adi insanlardan da daha çox zəlil olanlar hazırda müsəlman ölkələrinin bəzi rəhbərləridir ki, Trumpla görüşmək üçün əldən gedirlər. Trumpla görüşür, Trump bunları ələ salır, məsxərə eləyir, o ərəbləri və s. müsəlman başqa dövlət rəhbərlərini. İstədiyin bunlarla eləyir, bunları sındırır, zəlil eləyir, bunlar yenə bundan əl çəkmirlər. Həqiqətən çox zillətdir bu. Bu kişidə izzət var, bunlarda zillət var. Tarix boyu belə insanlar var ki, şeytan rəhbərlərinə, tağutlara boyun əyiblər, təslim olublar, nəhayət dərəcədə zəlil olublar.
Kimlərdirlər? Məsələn, Yəzidə, İbn Ziyada qul olanlar. Ömər Səd, Şümür kimilər və başqaları. Kərbəla vaqiəsindən sonra bunlar nə etdilər? Nə əldə etdilər? Heç bir şey. Zillət qazandılar dünyada. 200 il yaşadılar zəlil şəkildə. Millət bunlara lənət oxuyurdu. Və ölümdən cəhənnəmə vasil olandan sonra da ki, əbədi zillət, əzab və s. Başqa tərəfdə var, bəli. Başqa tərəfdə izzətli insanlar var idi. Misəm-i Təmmar kimilər, Kumeyli ibn Ziyad kimilər. Tarix də onlara rəhmət oxuyur. Mənfi müsbət, vaxtımız keçir. Demək, biz fəxr eləyirik, biz iftixar eləyirik ki, belə əzəmətli şəxsiyyətlərin ardıcılları yox. Bizim rəhbərimiz Seyyid Əli Xamneyidir. Tekbir. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. La ilahe illallah. Peştin, bildiniz nəyi deyirəm? Üzə çıxdı. Dünyanın əksər rəhbərləri, dırnaqarası o zalim rəhbərlər, məxsusən Amerikanın prezidenti, ətrafı və s. İsrail, hamı bu Peştin hadisəsinin, belə deyək, o təşkilatın, orada yəni iştirakçılar olublar. Rüsvay edici haldır. Rüsvay edici haldır. Ey dünya, gör nə gündəsən. Ey millətlər, gör nə gündəsiz ki, sizin rəhbərləriniz uşaq alverçiləri, qadın alverçiləri, uşağa təcavüz edənlər, üzdən iraqlardılar. Bir adam necə olar ki, üzdən irağı özünə rəhbər seçə? Bax, zillət budur ya. İnsan Allahdan, dindən, Peyğəmbərdən, imamdan uzaq düşəndə, gedir üzdən irağı, Trump kimiləri, uşaq zorlayanları, zorakılıq edənləri, nə bilim də artıq bu xütbədə utanıram onları deməyə, siz gördünüz də, adam əti yiyənlər və s. bu qədər cinayətləri ki, çıxdı üzə. Bunları özünə rəhbər seçin. Bundan artıq zillət var. Amma biz deyirik ki, bizim rəhbərimiz bir ömür, bir haram tikə yeməyib, heç kəsə zülm etməyib, ədalətli olub, qorxmayıb, şücaətli olub, əgər qorxsaydı, gedərdi, onu aparmaq istəyirdilər başqa bir şəhərə, ağa, gedək başqa şəhərdə qal, sənin canın təhlükədədir, özün aylın, dedi, yox. Əgər 90 milyon İran xalqın ki, başına raketlər yağır, onları qoruya bilərsiniz, mən də gəlim. Ağa, gəl səni aparaq, məsələn, bunkerlərə, zirzəminlərə ki, orada sən təhlükəsiz yerdə qalasan, dedi, yox. 90 milyon əhalini əgər siz belə qoruya bilərsiniz, mən və mənim ailəm də onlardan biri getmədi. Özü xalq kimi yaşadı və izzətlə də şəhid oldu. Tekbir. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. La ilahe illallah. Amma bu burslar nə edir? Birinci gecə indi də bilinmir hardadır. Birinci gecə qorxusundan təyyarə ilə göydə gəzibdi. Yunanistana buraxmadılar, keçdi Almaniya və s. O bursu da ki, görmüsünüz də filmləri, bir Allah Ekber deyəndə necə canına vəlvələ düşür. Siz bunlarsınız, siz bunlarsınız. Siz qorxaqlarsınız, siz üzdən iraqlarsınız, siz zalimlərsiniz, siz fasiqlərsiniz, siz yalancılarsınız. Dayanmadan yalan danışırlar. İran xalqı, biz sizə azadlığı verəcəyik. Sən dünyada indiyə qədər hansı xalqa, hara sülh, əmn-amanlıq gətirmirsən? Sənin öz ölkündə millət qırılır, iqtisadi vəziyyət çətin, öz polislərin hər ildə 1000-ə yaxın adam öldürür, zülm baş alıb gedibdir. Sən denən ki, mən gəlmişəm sizi qarət eləməyə, neftuzi, qazuzu və s. sizi kölə eləməyə. Yalanları bilirsiniz nədir? Yalandan deyirlər ki, güya neçə, təqribən bir ay bundan qabaq İranda baş verən ixtişaşlarda, güya siz neçə min öz insanlarınızı öldürmüşsünüz, güya. Yaxşı, siz hazırda, ən axırıncı 3 gün bundan qabaq,
uşaq məktəbin, qızlar məktəbin bombalayıb neçə yüz körpələri siz öldürmüşsünüz deyə. Siz utanmaz olaraq danışırsınız. Siz Qəzzədə neçə min günahsız qadın, uşaq öldürmüşsünüz. Siz hansı sifətlə BMT-də danışırsınız axı? BMT-də isə hamı bunlar boş-boş şeylərdə oturublar, bunları danışırlar, o danışır, bu danışır. Bir nəfər qayıdıb demiş, ay balam, kəs səsivi, sənin mənəvi haqqın yoxdur. Uşaq ölümündən danışasan, qadın ölümündən danışasan, zülmdən danışasan. Nə üçün? Çünki siz illərdir Qəzzədə minlərlə günahsız körpələri öldürürsünüz, qadınları, qocaları öldürürsünüz. Sən gəlmirsən, yalan danışırsan. Növbəti məsələyə də keçib zikri müsibət eləyək. O bundan ibarətdir ki, ikinci mövzu ki, istəyirəm bu sözdən, bu şüardan çıxardam ki, hər gün Aşura, hər yer Kərbəladır. Bu Aşura ki, hər gün baş verir və hər yerdə bu məntiqdə mübarizə gedir, haqla batilin mübarizəsi davam edir. Mübarizə, müharibə və döyüş metodları var. Diqqət edin, haqq cəbhəsinin metodu, yəni müharibəsi dinin çərçivəsində olur. Diqqət edin, din çərçivəsində. Məxsusən Şiə məktəbi ki, əsl İslamın göstərişlərin özündə toplayıbdır. Deyir ki, sən düşmənlə də ədalətli rəftar elə. Baxız. Düşmənlə də ədalətli rəftar elə. Bu çox çətindir. İnsan qüdrət tapa əlinə. Məsələn, bu İsrailin o mənfur baş nazirini indi verəm sizə neyniyərsiniz onu? Ya Trump'ı versəm sizə neyniyərsiniz? İndi bilirəm da, mən təsəvvür edə bilmirəm ki, siz neyniyərsiniz onu? Amma din deyir ki, yox. Baxız, Həzrəti Əli ibn Əbi Talibin şiyələri. Gərək siz burada da özünüzə sahib çıxasınız, dinin ramkasında cəzalandırasınız. İbn-i Bülcəmi bizə versəydilər neyniyərdik? Həzrət nə buyurdu? Dedi, o mənə bir zərbət vurub, siz də ona bir zərbət vurursunuz. Dahilik, ülvilik, adam təsəvvür edə bilmir ki, insan düşməni ilə, məxsusən hansı düşmənlə. Bəzi düşmənlər var ki, o qədər sənə zərər vurmayıb, hələ sadə düşmənçilik edir, bəli. Amma bəzi düşmənlər var ki, bəli, Muxtarı İbrahim ibn Malikəşləri qınama, sənə də versəydilər İbn Ziyadı, o cür eləyərdin. Hərmələni sənə versələr neyniyərsin? Çox çətindir. Amma Şiə məktəbi İslam deyir ki, haqq cəbhəsi. Deyir, düşməninlə də ədalətlə rəftar elə. Batil insanların elədiyin sən də eləyəndən sonra sənlə onun arasında nə fərq olacaq? Tarix boyu bu müşahidə olunubdur. O məsələlərdən biri ki, bizim kulturamızda var, Şiə mədəniyyətində var. Deyir, sən döyüşü əvvəl başlama. Baxız. Muhammed Əleyhisselama Şəhədai Kərbəladan biri Zahirən Zuheyr ibn Qeyn. Dedi ki, ağa, mən şümri vura bilərəm, ox çatır ona. Qoy vurum onu. Hələ döyüş başlamayıbdır. Ağa dedi, yox. Döyüşü heç vaxt biz başlamalıyıq. Həzrəti Mövla Əli əleyhissalam gələrdi meydana, heç vaxt döyüşü başlamazdı. Əvvəl deyərdi ki, gəl İslamı qəbul elə. Baxa. Sonra deyərdi ki, o deyərdi, yox. Deyərdi ki, onda döyüşdən əl çək, get. Sonra deyərdi ki, bəlidir. Əgər döyüşmək istənsə, döyüş. İslamda və Şiə məktəbində döyüşə başlamaq yoxdur ki. O ki, bəzi qardaşlar narahatdır. Bunlar niyə bu cür elədilər? Əvvəl bunlar başlaydı, neydi? Bu suallara istəyirəm cavab verirəm. Hələ bunlar gözləyirlər ki, İsrail, Amerika bunları vursun, sonra bunlar vursun. Müşahidə eləyək ki, biz hansı dindəyik? Onlar üçün, deyəcəm, onlar üçün heç bir çərçivə yoxdur. Meşə qanunları ilə yaşayanlardılar. Məsələn, Ohud döyüşünə nəzər sal, Səffeyn döyüşünə nəzər sal, Cəməl döyüşünə nəzər sal, Kərbəlaya nəzər sal, müşahidə edirik ki, nələr baş veribdir. Haqq cəbhəsi qanun əsasında döyüşür,
mərd kimi döyüşüb, onlar namərd kimi qanunsuz döyüşüblər. Həzrəti Mövla suyun yolunu kəsmirdi, Muaviyə suyun yolunu kəsirdi, Kərbəlada suyun yolunu kəsdilər. Zalim qüvvələr üçün heç bir ramka, heç bir çərçivə yoxdur. Onlar o çirkin hədəflərinə çatmaq üçün hətta öz qardaşlarını öldürürlər. Hətta öz dədələrini öldürürlər hakimiyyətə görə. Olub mu? Mütəvəkkili kim öldürdü? Öz oğlu öldürdü. Məmun Əmini öldürübdü. Tarix boyu göstərir. Amma döyüş vaxtı haqq cəbhəsi dinc əhali ilə iş olmaz. Məktəblər, xəstəxanalar və s. Xülasə din necə deyib o cür hücum edir. Amma bu dəstələr, bu vəhşilər nə edirlər? Bunlar üçün heç bir ramka yoxdur, bura kilsədir, bura məsciddir, bura xəstəxanadır, bura nə bilim uşaq məktəbidir, uşaqlar var, burada qocalar var, yaralılar var. Heç bir qocaya, uşağa rəhm etmədən bunlar döyüşürlər. İkinci sözü ki, mövzu ki biz bugün onu başladıq, o bundan ibarətdir ki, düşmənin metodu da fərq eləyir. Haqq cəbhəsinin metodu da, döyüşü də fərq eləyir. Siz müşahidə eləyin, tarix boyu mən bu misalları onun üçün gətirdim. Qəzzədə nələr baş verir? Qəzzə. İndi nələr baş verir? Heç bir şeyə rəhm etmirlər, heç bir şeyə. Baxın, onlar bu Şiə dövlətini məhv etmək üçün, bu vilayət fəqih məsələsini məhv etmək üçün çox qəti qərara gəliblər ki, bizə mane olurlar bunlar Orta Şərqdə. Bu ideologiya məhv olsun, bu dövlət məhv olsun, güc tapmasın. Onların hədəfi nədir? Hədəfi bu idi ki, biz məsələn, ali rəhbəri və prezidenti, bir neçə generalı terror eləyək vuraq, ondan sonra güya onların xəyalına bax, İranda yaşayan bəzi dəstələr, terroristlər qalxsınlar, çevriliş eləsinlər. Cəmaət qalxdı, amma onlar istəyən kimi yox. Onlar bilmirlər ki, İnşallah gələn gecələrdə danışacaq ki, bu hakimiyyət, bu belediyə Şiə dövləti bir nəfərə bağlıdır. Bu barədə inşallah gələn xütbələrdə danışacaq. Həzrət Ağanın zikri müsibətimiz olsun. Həzrət Ağanın son xütbələrindən birində bir söz yadımda var. Ona işarə edib zikri müsibəti başlayıram. Ağa belə buyurdu ki, mən Əbülfəzl Əbbasın bayrağı altındayım. Mən, yəni Həzrət Ağa özün deyir, Şiənin rəhbəri hansı bayrağın altındadır? Ağa buyurdu ki, mən Həzrəti Əbülfəzl Əbbasın bayrağı altındayam. Heç vaxt başqa bayraq altına getmərəm. Heç vaxt başqa bayraq altına getmərəm. Və bu cür oldu. Çünki Həzrəti Əbülfəzl Əbbas bayrağı qeyrətlə ucalıbdır. İzzətlə ucalıbdır. Yəzid o bayrağı görəndə Allah lənət eləsin 3 dəfə qalxıb oturdu. Dedi, bu nə bayraqdır? Bu bayrağı kim tutmuşdu əli? Əl tutan yerindən başqa bayrağın bütün hissələri ox, nizə yaralarıdır. Kim tutmuşdu bu bayrağı? Əziz rəhbərimiz bu məktəbin yetirməsidir. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La